Azərbaycan dövlətinin başçısı çıxır, şəhər salma mütəxəssislərini dəvət edir Sibrizə ki, gedin, ora baxın, tanış ol. Həqiqətən də bir xəcalət gətirəcək, utancı gətirəcək bir şey. Siz nələri müşahidə etdiniz? Tamamilə doğru buyurdunuz. Mən də izlədim, xüsusilə İlham Əliyevin bugünkü şəhər salma ilə bağlı BMT-nin tədbirində açılış nitqini və orada həmçinin göstərilən Azərbaycan, xüsusilə Bakı şəhərindəki infrastruktur, Bakının o gecə vaxtı işıltılı, parıltılı, rəngli işıqlarla görüntüsünü göstərdilər həmən açılış mərasimində. Yəni Bakını çox gözəl bir şəhər kimi təqdim etməyə çalışdılar. Heydər Əliyev prospektinin o göydələn binaları, Sokarın binası, o bahalı binaları göstərirdilər həmən video çəkilişlərdə. Amma gələn turistlər axı özləri öz gözləri ilə canlı gördülər ki, Bakı nə gündədir. Bakı nə haldadır, onu turistlər özləri gördülər. Həmçinin Olimpiya stadionunun girişi, başqa yerlər qırağa qalsın, amma Olimpiya stadionunun girişi tamamilə su ilə örtülmüşdü. O şəkilləri biz gördük. Sevinç xanım, əgər əlinizin altında varsa göstərə bilərsiniz. Turistlər, videosu var ki, ayaqqabılarını, çorablarını çıxardıb və dizlərinə kimi şalvarlarını qatdalayıblar, keçirlər, gülüşürlər. Bu özü bir utancdır. Təsəvvür edin, İlham Əliyev bir neçə gün öncə həmən BMT-nin şəhər salma ilə bağlı tədbirinin keçiriləcəyi Olimpiya stadionuna gəlib baxış keçirir və nəzərə tutulur ki, bu zalda açılış mərasimi keçiriləcək və su basır, ora yararsız hala düşür və məcbur olurlar həmən zalı ləğv edib konqres zalına açılış mərasimini salırlar. Bunu ola bilər izləyicilərin çoxu bilmir və Azərbaycanda heç medialar bəlkə də bundan xəbərsizdir. Konkret orada olan təşkilatçılığa yaxın olan fəallardan məlumat verilib ki, nəzərə tutulan zal deyil, konqres zalına tapşırılıb ki, orada keçirilsin artıq. İlham Əliyevin özü də əsəbi halda olub. Mən ötən gün də xəbər paylaşdım ki, İlham Əliyev hətta ötən gün özü yolda 15 dəqiqə avtomobil karvanı dayanıb, qalıb, çünki orada yol yararsız hala düşüb və alternativ yoldan istifadə olunub. İlham Əliyevi öz avtomobilindən, prezident avtomobilindən çıxardıb, arxada olan kortejin içərisindəki hündür cipə mindirib, alternativ yolla aparıblar. Oradan çox biabırçılıq idi. Biabırçılıq idi. Yəni, yəni bir ildir bu tədbirə hazırlıq gedir. Xatırlayırsınız ki, İlham Əliyev hələ 2026-cı ili də Azərbaycanda şəhər salma ili elan etmişdi. Yəni bu da həmin bu tədbirə diqqət ayırmaqdan ötürü idi və sonunda belə. Bilirsiniz, mən bunu da altını çizmək istəyirəm ki, yəni həqiqətən də yəni çox böyük bir massiv bir propaganda gedir ki, Əliyev Azərbaycanı belə düzəltdi, şəhərlərimizdən demə dünyaya nümunədir. Amma izləyicilərimiz bunu da unutmasınlar ki, bu tədbirin də fakturası yenə də ona kəsilib. Yəni dünyada o qədər ölkə tapmaq çətindir ki, o canla başla razılıq verəcək ki, BMT-nin nə bilim istəyir nüfuzludur yaxud qeyri-nüfuzludur, fərq etməz, bir beynəlxalq təşkilatı öz şəhərində keçirsin bir tədbirini. Çünki yenə də bu qədər 40 mindən çox qonağı qəbul etmək üçün infrastruktura vəsait yatırmalısan, investisiya etməlisən, tikinti işləri, qurmaq, bərpa işləri. Yəni bütün bunlar əslində faktiki olaraq mən hesab edirəm ki, heç dünya auditoriyasında da hesablanmayıb. Yəni onsuz da dünya bilir ki, Azərbaycan nə vəziyyətdədir, Azərbaycandakı vətəndaşın yaşayışı nə vəziyyətdədir, təqaüdü nə qədərdir və s. Bu mənə elə gəlir ki, ən çox bəlkə də məhz Azərbaycan izləyicinə, vətəndaşlığı üçün hesablanır ki, baxın, görün ki, sizin elə bir lideriniz var ki, sən demə dünyaya mühazirə oxuyur ki, şəhər salma necə olmalıdır. Sevinç xanım, dəyərli izləyicilər, yayımı xahiş edirəm sona qədər izləyin və bəyənin, paylaşın. Mən
konkret bu tədbirlə bağlı xüsusi qeydlər aparmışam və çox yaxından izləyirəm. Əvvəla onu deyim ki, siz dünyada Azərbaycanın bu tədbiri necə keçirməsi, Azərbaycanın nə vəziyyətdə olması barədə bilirlər dediniz. Həqiqətən elədir. Dünya artıq ictimaiyyəti, dünyada siyasətçilər, dövlət rəhbərləri, təşkilatlar, Avropa İttifaqı, rəhbərliyi və s. hamısı Azərbaycan xalqı kimidir. Necə ki, Azərbaycan xalqı hər şeyi görür, bilir, sadəcə da öyrəşib bu durumdan və adi qəbul edir. Dünya ictimaiyyəti və dünyadakı beynəlxalq təşkilatlar və dövlətlər də artıq Azərbaycanı belə görüb, belə qəbul edir. Yəni də nə isə də açıb ağartmırlar. Gəlib görürlər də bərbad vəziyyətdir, gəlib iştirak edirlər. Bunlarını Azərbaycan da yaxşı ödəyir, yedizdirir, çizdirir, çox tədbirləri, çoxlu da pul xərcləyir. Sevinç xanım, dediyim kimi bu tədbiri konkret mən yaxından izləyirəm və orada olan bəzi əməkdaşlarla da belə deyək, əməkdaşlığım var. Yəni informasiya verirlər. Deməli, qeydlərim var. Bir, forumun rəsmi proqramına diqqət etsəniz, görərsiniz ki, 17 may tarixində planlaşdırılan əksər tədbirlər ləğv edilibdir. İclaslara cəmi 5-6 şəxs qatıldığı üçün çəkilişləri də dayandırıblar. Yəni, biabırçı. Siz ötən gün əslində bu başlayıb, amma ötən günün çəkilişlərini biz normal bir çəkilişlər görmədik. Ancaq turistlərin, gələn qonaqların, deməli, o stadionun qarşısındakı biabırçı su altında videolarını, şəkillərini gördük. 2. Adiyyəti olan və olmayan xeyli sayda təşkilata panel iclaslar keçirməyi və məcburi qaydada şəhərsalma ilə əlaqələndirilməsi tapşırılıbdır. 3. Bütün ali məktəblərin tələbələrini məcburi VUF 13-ün qeydiyyatından keçiriblər ki, iştirakçı sayı şişirdilsin. Diqqət etdinizsə, bunu da xüsusi vurğulayırlar. Prezidentin köməkçisi Hikmət Hacıyevin bugünkü bu açıqlamasında bu xüsusi vurğulanıb ki, ən çox iştirakçı cəlb olunan forumdur bu. Yəni, prezidentin köməkçisi deyib ki, ən çox iştirakçı cəlb olunan forumdur. Dünyada yenə kimi keçirilən bu adda forumlardan daha çox Azərbaycanda iştirakçı olub. Dediyim kimi, süni şişirtmələr. Tələbələr gətirilib, qeydiyyatdan keçirilib ki, o kimisi xarici adını bilmirəm, nəticədə dünyaya... QHT-dir. Hamı yaxşı bilir ki, bu qədər xarici heç o tədbirdə yoxdur, hamısı şişirtmə rəqəmlərdir. 4-cü qeyd etdiyim, aparıcı ölkə rəhbərlərinin heç biri forumun açılışına gəlməyib. Nüfuza, yəni dünyada sahib olan ölkələrin dövlət başçılarını Azərbaycanda görmədi. Hətta vəziyyət o yerə çatıb ki, Prezident İlham Əliyev Türkmənistanın hansısa vilayətinin hansısa nazirini rəsmi qəbul edir. Bunu da PR kimi aparırlar. 5-ci, hətta Esvati kralı ilə görüşü Azərbaycanın xarici siyasətinin uğuru kimi təbliğ edirlər. Mən baxdım, siz də bəlkə baxdınız Sevinç xanım, həmən kralın Azərbaycanda Bakı hava limanına təyyarəsinin enişi və bilmirəm, öz təyyarəsidir, enib yoxsa sərnişinlərlə bərabər gəlib. Mən həmən ölkəni deməli, Esvati krallığına bir araşdırdım, gördüm. Bu nə krallıqdır? Afrikada heç inanmıram ki, Afrika dövlətlərinin, özlərinin də vətəndaşları bu ölkəni tanıyırlar orada. Və təsəvvür edin ki, bu kralın məhz bu tədbirdə iştirakını yüksək qiymətləndirirlər. 6. Güya mediaların xüsusi diqqətində olmaq üçün şəxsən, yəni mənim də tanıdığım, belə uzaqdan tanıdığım və media sahəsinə aidiyyəti olmayan adamları jurnalist kimi qeydiyyatdan keçiriblər. Bunu ona görə edirlər ki, BMT görsün ki, tədbirə media tərəfindən də maraq var. Yəni, elə adamları media, jurnalist kimi ora cəlb ediblər ki, biabırçılıq, dünya nə bilir ki, bu Azərbaycandakı media, bu medianı, bu jurnalisti tanıyan var yoxsa yox. Ümumiyyətlə, bu jurnalisti yoxsa yox. Basməmmədi jurnalistləri də qeydiyyatdan keçiriblər, jurnalist olmayanları. 7. Forumun rəsmi açılışı Olimpiya stadionunda nəzərdə tutulsa da, dünən Konqres mərkəzində keçirilməsinə qərar verildi. Bu, onu göstərir ki, adi bir forumun hazırlanması üçün ciddi hazırlaşa bilmirlər. 8-ci tədbirin rəsmi açılışı prezidentin YouTube kanalında canlı yayımlanıbdır. Mən təxminən bir 10 dəqiqə
ona baxdım, təsəvvür edin ki, canlıya prezidentin YouTube kanalında canlı gedir. Ən çox baxış 354 oldu. Ondan 354-dən yuxarı çıxmadı. İndi bilmirəm bundan sonra necə şişirdəcəklər ya şişirtməyəcəklər olduğu kimi qalacaq. Siz təsəvvür edin, bizim qonşu Ermənistanın baş naziri canlı yayım açır. Hər gündə bir 5-6-10 canlı yayım açır. Hər dəfəsində 5000, 10000 baxış olur. İlham Əliyevin sosial şəbəkəsi bilmirəm ildəmi, 5 ildəmi bir dənə canlı yayım açır. 354-dən çox baxış olmadı. Buyurun Sevinç xanım. Bilirsiniz, bu əslində hardasa COP29-un da təkrarlanmasıdır. Yəni, bilmirəm, indi bu dəfə də jurnalistlər bunu haqda yazacaqlarmı, yoxsa gözləyək hələ bir neçə gündə. Amma COP29-da da İlham Əliyev tribunadan bir rəqəm səsləndirirdi ki, bu sammitə bu qədər qonaq gəlib, iştirak edir və siz xatırlayırsınız, atəşin alqışlar. Aydındır ki, bu elə öz işçilərinin, öz tərəfdarlarının hazırladığı bir hərəkət idi və ki, bəs amma sonra məlum oldu ki, Guardian, nə bilim, başqaları yazdılar ki, sən demə bu rəqəmlər düz üst-üstə düşmür. Yəni, saytda bu təşkilatların adlarını toplayanda və cəm, yəni həddindən artıq şişirdilib. Bilirsiniz, bu özü əslində Azərbaycanda hər şey şişirdilir. Yəni, hər bir rəqəm saxtalaşdırılır. Yəni, ictimaiyyət arasında onsuz da bunlara bir etimad da yoxdur. Gəl bunu izləyək. Hə, bunu sonra izləyəcəyik, eləmi? Və Bunu da göstərə bilərsiniz. Bu elə tirajlandı ki, İlham Əliyev ailə üzvləri uzun zamandan bəri oğlunu belə üzə çıxartmışdı, amma İslam Səfərli küçəsinin açılışına gətirdi təmtəraqla. Bax, həmən küçə su basıb bərbad hala düşüb. Bu başqa küçələri bəlkə başqa şəhərin keşdəsini, orasını, burasını belə başa düşmək olar. Amma bir ay əvvəl tam təmtəraqla açılışını etdiyi İlham Əliyev bu küçə, Sevinç xanım, göstərin. Bəli, gəlin baxaq. Zərcimizin yadındadır. Təzə salınmış göl parkımız. İslam Səfərli gölü. Yəni Qovya birləşir, göldür. Oran çək, oran çək. Oran çək, oran var. Venesiya olub, Bakının mərkəzi. Ayaqqabılarını soyulub da. Yəni, həqiqətən deyir, bir Sovet vaxtı bir veriliş var idi, naroşna ne prидумаешь. Yəni, qəsdən bunu fikirləşib tapmaq mümkün deyil ki, sən bir il hazırlar və təbiət deyir ki, yox, mən hər şeyi iç yüzünü açacağım, göstərəcəm də. Yəni ki, sən bəhbəhdən burada açılış edirsən, burada isə məlum olur ki, növbəti dəfə bu pul silmə imiş. Ümumiyyətlə, bu tədbir özü-özlüyündə pul silmə tədbiridir. Yəni, aydındır ki, BMT-nin tədbiri hardasa keçirilməlidir. Bayaq dediyim kimi, elə də asan deyil bu ölkəni, bu tədbiri öz ölkəsində keçirmək istəyən, çünki bu xərc-xərac tələb edir. Amma eyni zamanda biz başa düşürük ki, yəni bir tərəfdən, yəni Sibriz kiminkidir, ailəninkidir. Niyə görə dövlət başçısı beynəlxalq tədbirdə Sibrizi tərifləməlidir? Siz gördünüz də o cümləsini. Ağşəhər dedi. Biz Qara şəhəri Ağşəhər eləmişik. Ağşəhər kimdir ki? Ağşəhəri bütün Dükən Paşa Holdingdir. Sonra özü dedi ki, mən sizi dəvət edirəm ki, gedin bu saat Sibrizə baxın. Yəni, bunlar rüsvaçılıqdır. Sənin ailədən məxsus olan bir şirkəti işini görmək üçün sən güya beynəlxalq tədbirə dəvət etdiyin qonaqları oraya aparırsa. Və mən əminəm ki, aparırlar da. Yaxud aparacaqlar da. Bu da bir mənalıdır. Yəni, bu açıq aydın maraqların oranın adını çəkməz ki. Bəli. Bilirsiniz, mənə başqa bir şeydə diqqətimi cəlb etdi. Deməli, Çinin nümayəndəsini qəbul edib bugün İlham Əliyev, o da tədbirə gəlibmiş. Eynən, yəni bu Prezident Trump Çindən gələndən sonra nələr demişdisə, sadəcə o cümlədə sözlərin yerini dəyişib ki, biz Tayvanın müstəqilliyini heç vaxt tanımamışıq və s. Yəni, bu Prezident Trump'ın indi narrativini dəyişməsidir də. Yəni, getdi Çinə, aydındır ki, Xi Jinping rəhbərliyi ondan necəsə
sövdələşmə əldə edib ki, Tayvanı bir də belə deyək, onu təlqin etməyin, Tayvanın azadlığına, müstəqilliyinə dəstək olmayın və s. Yəni heç məlum deyil ki, bu həqiqətən də Trumpın siyasəti olacaq. Yəni bu məqamda var. Çünki hələ ABŞ-ın Tayvan üçün silah paketi var, yəni milyardlarla dollarlıq silahlar verilir və s. Çip alınır Tayvandan. Yəni bu bir narrativdir də, bu qaydanda təyyarə bu sözləri dedi Trump. Yəni İlham Əliyev dərhal onu götürüb kopyalayır. Bax mənə maraqlıdır. Trump sabah yeri gəlmişkən dövlət katibi Marco Rubio elə oradan qaydanda o isə öz müsahibəsində dedi ki, xeyr, ABŞ-ın Tayvan siyasəti dəyişməyib, dəyişməz olaraq qalır. Tutaq ki, indi sabah Trump da eyni sözü desə və mən düşünürəm ki, elə deyəcək də ki, biz heç nəyi dəyişməmişik. Çünki bilirsiniz, bu siyasət yalnız bir nəfər tərəfindən dəyişmir. Burada konqresdə müzakirələr olur, pul ayrılması və s. Yəni dediyim odur ki, adam külək hara əsirsə, onu özünə ona adaptasiya edir. Yaxud bax bugün Kobaxidze ilə növbəti dəfə görüşür. Kobaxidze ilə nə bilim enerji alqı-satqısı ilə bağlı. Aydındır ki, burada da bir pul yuma əməliyyatıdır. Burada da yenə də bu fürsətdən istifadə etməkdir. Xatırlayırsınız ki, Gürcüstana gedəndə İlham Əliyev yenə də orada İvanişvilinin özü ilə görüşmüşdü. Yenə də həmin bu Sibrizin Emin Ağalarovunu özü ilə aparmışdı. Yəni biz artıq demək çətindir ki, dövlət işi harada bitir və ailənin işi harada başlayır. Yəni dövlət faktiki olaraq, yəni dövlət strukturları, orqanları tamamilə ailənin maraqlarına adaptə edilib. Sevinç xanım, Gürcüstanı siz misal çəkdiniz. Kobaxidzedə Əliyev yaxınlığı Gürcüstanda. Deməli, bildiyiniz kimi SOCAR İtaliyada 3 milyard dollar dəyərində neftarma zavodları alıb. Və siz bilirsiniz, həmən neftarma zavodunun şirkətinin baş icraçı direktoru SOCAR kimi təyin edib. Hansı ki, Italiana Petrol adlanan bu şirkətin baş icraçı direktoru Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvilidir. Bu Black Sea şirkəti odur, yoxsa ki... Black Sea, bəli. Black Sea-dir. Bəli, bəli. Yəni, SOCAR-ın yaydığı press-relizdə Davitaşvilinin İtalyan dilini yaxşı bildiyi vurğulanır və ona görə də onunla əməkdaşlıq etdiyi və Azərbaycanın sahibi olduğu həmən İtaliana Petrol şirkətinə o icraçı direktor kimi. Yəni, Gürcüstanda xüsusilə Saakashvili dövründən sonra, elə Saakashvili dövründə də başlamışdı bu. Onsuz da Saakashvili niyənə kimi Əliyevə simpatiyasını gizlətmir. Yəni, çox gizli, açıq alış-verişdədirlər Gürcüstan hakimiyyətinin. Niyə? Əfqan Sadıqov deportasiya olundu Azərbaycana çox rahatçılıqla. Baxmayaraq, Avropa dairələrindən ciddi təzyiqlər var idi. Avropa məhkəməsinin qərarı var idi ki, Əfqan Sadıqov deportasiya edilə bilməz. Amma Əliyev bağışlamadı. Dedi, verməlisə ona da verdi. Yəni, sizdən bu qeyd deyildim. Yox, tamamilə doğru. Yəni, ümumiyyətlə, bu özü də sanksiyaları da bir yerdə tuş gəlirlər. Sanksiyadan özlərini yenə də bir yerdə çıxardırlar. Yəni, bu sir deyil ki, Avropa Birliyinin 20-ci sanksiya paketində həmin bu Black Sea şirkəti də olmalıdır. Onun Gürcüstanlı və Azərbaycanlı əməkdaşları da olmalıdır. Amma çıxartdılar özlərini. Yəni, mənim yadıma bir şey düşdü, bilmirəm, indi onu göstərə biləcəm. Bu günlər Almaniyanın televiziyasında bir maraqlı bir süjet gedib. Səhv etmirəmsə Deutsche Welle'nin Rus proqramındadır. Kuklalar. Hə, görmüsünüz onu, gəl mən onu göstərim. Yəni artıq onlar faktiki olaraq bizim dediklərimizi təkrar edirlər. Yəni görün, həqiqət o dərəcədə güclüdür ki, hamı bunu görə bilir. Xatırlayırsınız da biz deyirdik ki, İlham Əliyev bu saat Avropa ilə uzaqlaşır Avropadan və yalnız tacir kimi qalmaq istəyir. Xatırlayırsınız, biz dəfələrlə bu məsələyə toxunmuşuq və baxın. вашем Европарламенте больше не будет. То есть мы Bu никогда Əliyev dedi yəni. нашего больше не увидим. Погоди, я же сказал, ноги моей не будет. А про газ, нефть я ничего не говорил. Есть Алиев политик, а есть Алиев бизнесмен. Красавец, зачем с этим нехорошим человеком говорить? Со мной говори. Газ, нефть хочешь? Посимпатичной, как ты, цене? Давай, давай,
говори. Она тебя обвинять будет за ущемление прессы и авторитетный режим. Bu Ursula von der Leyen'de. Охранница европейских ценностей, а есть Урсула, постоянный клиент. Ой, как я рада вас видеть. Найди моей в вашем Европа. Yəni ara yerdə yazı Ursula da gedir. Hər şeyin ki, Yazıq deyəndə Avropa bunu görür də, görür ki, diktatordur və bundan da əməkdaşlıq edir və onun da kuklaları daxil edir. Yazıq deməyin, Sevinç xanım. Yazıq. Yox, yəni dediyim odur ki, onlar da fərqindədirlər ki, bu saat Əliyevin oyunu nədən ibarətdir ki, məndən heç nə istəmə, məndən islahat, nə bilim demokratiya, nə bilim qanun filan istəmə, sadəcə olaraq mən sənə tacir olum. Avropa deyir ki, yaxşı, biz də gözümüzü yumuruq, sadəcə olaraq səndən alacağıq enerjini, vəssalam. Yəni o qədər həqiqətən də simvolik və həqiqəti əks elətdirir ki. Tamamilə doğrudur. Yəni mən biraz öncə dediyim kimi, artıq Avropada, artıq yəni dünyada Azərbaycan kimi özünü aparır. Yəni hər şeyi bilir, görür, amma razılaşır, deyir ki, eybi yox da. Neyniyək? Budur reallıq. Təəssüf. Amma bunun sonu olacaq. İnanmıram belə olsun. Bəli. Biz artıq əslində sonunun mən deyərdim ki, küləyi əsməkdədir. Yəni mən bu mövzuya çox varmaq istəməzdim, amma həqiqətən də çox şey dəyişilib. Ələxüsus da mart ayından bəri, aprel-may aylarında və Avropa belə deyək də, Amerikasız yaşamağa öyrəşməkdədir və uğurla adaptə olunmaqdadır. Qarşıdan bir NATO-da samiti gəlir. Mən belə başa düşürəm ki, ümumiyyətlə ondan sonra samit daha keçirməyəcəklər 2028-ci ilə qədər. Və faktiki olaraq Amerikasız Ukraynanı da dəstəkləyə bilirlər. Ukrayna heç vaxt eləyə bilmədiklərini bugün eləməkdədir. Daha Moskvanı da, Rusiyanı da vurur və 9 may qələbə paradı, əgər ona qələbə paradı demək mümkündürsə, o da nümayiş elətdirdi ki, vəssalam, yəni artıq Moskva əməlli başlı Ukraynadan qorxur. Yəni Kiyevdə qərar verilir ki, biz vuracaqmı qırmızı meydanı yoxsa vurmayacaqmı? Yəni bütün bunlar həmin bu adaptasiyanın təzahürüdür. Yəni necə ki, məsəl üçün Rusiyanın enerjisindən imtina etdilər. Eyni zamanda Amerikanın, mən deməzdim ki, silahını, amma eyni zamanda bəli, hərbi qüdrəti olmadan da tab gətirməyə adapta olunurlar və ona görə də bugün yaranan o geosiyasi vəziyyət tamamilə keçicidir. Yəni Ursulalar da fərqindədir ki, o deyir first things first, birinci işləri birinci görəcəksən. Birinci imtina etməkdir. Nə üçün bu saat Azərbaycan enerjisinə maraq artıb? Çünki Rusiya enerjisindən imtina gedir. Nə üçün? Çünki Hörmüz bağlıdır, İran neftindən, enerjisindən imtina gedir. Və o gün gələcək ki, Azərbaycan enerjisindən də imtina olacaq. Biz sadəcə olaraq yadımıza salaq, Avropa Parlamentinin qəbul etmişliyi qətnamələrdə dönə-dönə bu təkrar olunurdu ki, Azərbaycan düzəlməyincə, orada insan haqları düzəlməyincə, siyasi məhbuslar buraxılmayınca ondan ümumiyyətlə enerji alma. Yəni bu sənədlərdə onsuz da var. Sadəcə olaraq onun vaxtı hələ yetişməyib. Bayaq dediyim kimi əsas məsələlər həll olunmalıdır və onlar da olunmaqdadır. Ona görə gərək nə dərəcədə uzaq görən olmayasan ki, aldanasan buna. Elə biləsən ki, bu əbədidir, həmişə belə olacaq. Belə olmayacaq, əsla yox. O boyda Rusiyadan imtina edən, o boyda İranın enerjisindən yaxa qurtarmağa çalışan, yan keçməyə çalışanlar doğrudanmı Azərbaycan enerjisi qarşısına çökəcəklər? Ona görə Ursulaların özünü belə aparması da müvəqqətidir. Mən əvvəlki çıxışlarımın birində də qeyd etmişdim ki, Azərbaycanda hakimiyyət dəyişikliyi və yaxud da Azərbaycan Əliyev hakimiyyətinə təsiri olan əsas gücləri mən Avropa, Amerika, Birləşmiş Ştatları hesab etmirəm. Onlar Azərbaycanda hakimiyyət dəyişikliyi onsuz da edən deyirlər. Uzağa alışlar biraz zəifləyər və alışlar biraz inkişaf edər. Mən yəni bu mövzuda çox uzatmaq istəmirəm. Çox da vaxt ayırmaq istəmirəm. Amma Azərbaycanda Əliyevə təsir edə biləcək güclər İrandır, Türkiyədir, Rusiyadır, İsraildir. Yəni Əliyev onlardan qorxur. Avropa ilə həmişə oynayıb.
Əliyev Rusiya əleyhində çox siyasət aparmayıb, İran əleyhində çox siyasət aparıbsa peşmançılıq hissi keçirir və Əliyev Türkiyə əleyhində aparmayıb. Niyə? Ona görə yox ki, qardaşdır, amma qorxur, narahatçılığı var. İsrail əleyhində həmçinin. Yəni, mən şəxsən ciddi hesab etmirəm ki, lap alışlarını, verişlərini də Avropa Azərbaycanla kəssə, bu İlham Əliyev üçün çox böyük təfavüt edir. Düzdür, biraz yaxşı pul qazanmaz, amma yenə hakimiyyətdə qalacaq və özünü əgər digər adlarını çəkdiyim güclərdən təzyiq görməsə, özünü də güclü hesab edəcək. Bu sadəcə bunları demək istədim. Mən biraz sizdən fərqli düşünürəm. Yəni, bəli, mən razıyam ki, hakimiyyəti dəyişməyəcək, amma məsələ ondan gedir ki, biz Əliyevin bu dərəcədə özünü boş buraxmasını da görməmişik. Yəni, hamını türməyə bas, hətta, nə bilim, müxalifətlidir, jurnalistlərdir, hüquqşünaslardır, xaricdəkilərə də cinayət işləri aç və s. Yəni, bu artıq bespredelin rəsmiləşməsidir, legitimləşməsidir. Yəni, bu baxımdan Avropa və ABŞ bir yerdə olanda, onlar qanun tələb edəndə aydındır ki, Əliyev bunların heç birisini edə bilmirdi. Yaxud çox az hissəsini edə bilirdi. Elə deyilmi? Yəni, sadəcə olaraq xatırlayın Tofiq Yaqublu bundan əvvəlki dəfə həbs olunanda. Bu dəfə artıq 5 il olacaq və yenə də heç nə saxlayıb, məsələn, bir nəfərin timsalına mən sadəcə olaraq illüstrasiya etmək istəyirəm də fikrimi. Yəni, niyə? Çünki o zaman qarşısında həmin bu kollektiv qərbi görürdü. Bugün kollektiv qərb yoxdur. Bugün Amerika bir tərəfdə, bugün Avropa o tərəfdə. Avropanın özün də bu saat dırnağı arasında demokratiya yıxıb. Yəni 33 ölkə hərəsinin ağzından bir şey gəlir, Moskva ora öz adamlarını saldıra bilir. Bunlar da o loophole deyirlər də, boşluqlar yaradır və avtoritarlar da bundan istifadə edirlər. Bax, fürsətçilik bundan ibarətdir. Ona görə mən razıyam ki, ola bilsin ki, hakimiyyət dəyişikliyi, amma hər halda bu qanuna bu dərəcədə tüpürmək mənə elə gəlir ki, o keçməyəcək, davamlı olmayacaq. Bu qədər siyasi məhbusa saxlamaq da variant olmayacaq. Bəli, həmin o konveyer onsuz da işləyəcək, buradan buraxacaq, buradan yeni tutacaq. Mən sizlə tamamilə razıyam. Amma eyni zamanda yəni bugünkü biabırçılıqlar, bugün artıq xaricə də gedir, yerli vətəndaşları döyür. Xaricdə, Almaniyada siz oturmuşsunuz, sizə 14 il həbs kəsir. Mən ABŞ-da mənə 8 il həbs kəsir. Yəni adam rəsmən transmilli repressiyanı dövlət siyasətinə çevirib. Azərbaycanın dövlət siyasəti bugün tənqidçilərə qarşı transmilli repressiyadır. Yəni, bugün artıq bu faktdır. Və bu baxımdan bu həm də geosiyasətin elə bilirəm ki, əksidir, inikasıdır. Madam ki, toxundunuz Sevinç xanım, bu günləri həmçinin hüquq müdafiəçisi Rüfət Səfərovun da məhkəməsi keçirilib və ona prokurorluq 9 il həbs cəzası istəyib. İndi 9 il istəyən adətən 8 il verirlər, dəhşətdir. Yəni artıq Rüfət Səfərovun neçənci məhkumluğudur. Sevinç xanım, bir balaca sizdən fərqli düşünürəm dediklərinizə cavab olaraq bir-iki fikir bildirmək istəyirəm. Azərbaycanda, bəli, ABŞ-ın xüsusilə təsiri ilə İlham Əliyev siyasi məhbus məsələsinə və siyasi müxalifətə, azad mediaya təzyiqi redakta edirdi. Baxmaq məcburiyyətində qalırdı və indi o təzyiqi görmür deyə baxmır. Amma Əliyev üçün inanın ki, siyasi məhbus 3-ü çöldə qaldı, 5-i içəridə qaldı. O qədər də böyük ciddi təhlükə hesab eləmir. Məhz onları yığıb ona həm də görə ki, səhərsi gün birdən ABŞ-la, Avropa Birliyi ilə artıq ciddi problemlər yaşanarsa, siyasi məhbus kimi təzyiq alarsa, onların bir neçəsini buraxsın və yaxud da bir xeylisini buraxsın. Amma çox təəssüf, onu bildirim ki, çox təəssüflə mənim gördüyüm proqnozum və təcrübəyə əsaslanaraq bunu deyirəm ki, həbsxanada uzun müddət qalmış bizim siyasi məhbuslar çıxdıqdan sonra onsuz da eyni fəaliyyəti göstərmirlər. Demək olar ki, mən demirəm ki, onlar satılırlar, onlar və yaxud da yorulurlar. Sadəcə olaraq əzilirlər. Çox əzilirlər, eləsi var satılır, eləsi var əzilir. Amma biz lap o siyasi məhbusların yarısını həbsxanadan çıxıb azadlığa buraxıldığını görsək, Azərbaycan yenə də o azad media sahəsində dünya indeksində yenə həmən vəzifədə qalacaq, yenə siyasi məhbuslar məsələsində yenə qalacaq, yenə siyasi durum dəyişməyəcək, yenə ölü vəziyyətində olacaq, bunu tam əminliklə görürəm, bilirəm.
Yəni təşkil. Yəni jurnalistlər belə çıxsa, yine o azad media fəaliyyətini göstərə bilməyəcək Azərbaycanda.